Möhtərəm mərasim iştirakçıları, bugün biz Dədə Qorquddan Dədə Şəmşirə qədər və bugünümüzə qədər müqəddəs yol keçib gələn Oğuzdan, Qopuzdan Saza, Ozandan, Yanşaqdan Aşığa bugünümüzə gələn 72 dildə danışan, 11 iqlimin havasını çalan müqəddəs sazımızın, sazın yarattığı sözün, sözün yaşattığı sazın işığına gelmişik. Xalqımızın güzel bir fikri var. Kim qədim mahnılar oxuya bilmirsə, o yeni nəğmələr qoşa bilməz. Bu müqəddəs sənəti, bu uca sənəti yüksək qiymətləndirən, milli çərçivələrdən çıxardıb, dünyanın malına çevirən, Azərbaycanın sərvətini böyüdüb, bəşəriyyətin sərvəti səviyyəsinə qaldıran Azərbaycan dövlətinə, möhtərəm prezidentimiz İlham Heydəroğlu Əliyev cənablarına, çox hörmətli millət vəkilimiz, UNESCO-nun xoş məramlı səfiri Mehriban xanıma, Mədəniyyət Nazirinə, Mədəniyyət Nazirliyinin bütün kollektivinə və bugün özgər saza ehtiram göstərənlər, sizin hamınıza ürəkdən təşəkkür edirəm. Eşq olsun sazımıza, sözümüzə, dövlətimizə, millətimizə, ruhumuza. Saz bizim əslimizin, soyumuzun, odumuzun, suyumuzun, kökümüzün, soyumuzun danışan dilidir. Başına döndüğüm toy adamları, siz de deyin toya gelen oynasın. Adını demirəm eldən aifdir. Filan kəsin qızı filan oynasın. Bu mənim xalqımın abrının, həyasının, ismətinin, ləyaqətinin saz dilində tərcümanıdır. İltimas eylərəm gedən canlardan, dost düşmən içində yar oynamasın. Cavandır oynamaq ona xoş gəlir. Bizə əksikliyi var oynamasın. Dədə babalardan qalan qızlarımızın, gəlinlərimizin ismətinin, ləyaqətinin saz dilində maddəsidir, məcəlləsidir, qanun kitabıdır. Üz vermə nadana, sir vermə pisə. Axır qəlbin ya inciyə, ya küsə. Ot bitər kök üstə, əsli nəysə. Yovşan bəsləməklə çəmənzər olmaz. Bu bəndi oxuyan adam ayılır, silkələnir. Azərbaycan Aşıqlar Birliyinin özül daşını qoyan kişinin adı Hüseyin Arif'dir. O dövrdə onu ulu öndərimiz, ümummilli derimiz Heydər Əliyev onun təşəbbüsünü dəstəklədi və belə bir təşkilat, belə bir birlik yarandı. Mənim əzizlərim, doğmalarım, dilimin şəhdi şirəsi, başımın tacı, arxamın dayağı olan, qəlbinin telləri saz üzdə köhlənən millətimin əziz evlatları, bir anlığına gözünüzün qabağına gətirin, kısaca bir tarixi gəzişmə eləyəcəm. Təsəvvür edin ki, bu ilməyin, bu köynəyin, bu bağın, aş sinəmin, bu düyünün, bu dağın, əzəlindən bağbanı idin bu bağın, bağban əsirgədi barı da məndən, qurbani. Baxçalar titrəşir bardan ötəri, almadan, heyvadan, nardan ötəri, Abbas ağlayırdın yardan ötəri, dur Şahı Mərdanın ayağından öp. Aşıq Abbas. 7 il dediyin xeyli ömürdür. Bizə ayrı düşmək haqdan əmirdir. Məhər mənim canım daşdır, dəmirdir. Ana mən qaribəm, qaribəm, qarib. Ayaqalar bir tərlanım uçuqdu. Sağ əlimdən sol əlimə alınca, onu tutan xeyri bəhrin görməsin. Mən yazığın naləsi var dalınca. Alimdən dərs aldım əlif bey üçün. Surahilər düzülübdü mey üçün. Dəli könlüm qəm çəkirsən nə üçün? Qəmli günün şad günü var dalınca deyən xəstə Qasım. Vaqif bir şeydadır dolanır bağı. Xəstədir dərmanı dilbər dodağı. O alma yanağı billur buxağı. Allah bədnəzərdən salamat eylə deyən Vaqifi
Getmə, getmə görüm kimin yarısan, hansı bəxtəfərin vəfadarısan, kölgədə bəslənmiş quzey qarısan, səhərin yerləri tez deyər sana deyən qurbanını. Aşıq şeirinin, saz dünyasının şah dağı, Peyğəmbəri olan Ələsgərin bütün şeirləri, ismin üç hərflə eylərəm bəyan, mimdunundur sin yazılıb daldala, mən aşığam daldala, Baygü yazar daldala, açılıb yaxan bəndi, çək turuncun daldala, sədrin üstə şux məmələr görünür, bədnəzərdən pünhan eylə daldala. Ələsgərin, gözəl olar gözəllərin halalı, qavva çəkər dəryalardan halalı, mən aşığam halalı, sir ver görsən halalı, nanəcibə sir vermə axır canın halalı, qadir Allah qismət eylə halalı, haramdan nə varım nə malım ola. Aşıq suyun bozalğanını, o şeyda bülbülün köksünə sarı, baxır həsrət gözüm köksünə sarı, şamşir zülfünlə köksünə sarı, vallahi istəmirəm bir özgəsinə. Şamşir, Kərəm sana nələr demiş, o dil dodağını yemiş, kətan köynək qəddi gümüş, yaxan düymələ düymələ. Siz bu sadaladığım, qısaca gəliş elədiyim, bu misralarda, bu bəndlərdə dilə baxın, şirinliyə baxın, sığala baxın, ovsuna baxın, sehrə baxın, möcüzəyə baxın. İndi bir anlığına mən sizə sual verirəm. Əgər Azərbaycan xalqının tarixində bu böyük şəxsiyyətlərin dilimizə heykal qoyduğu bu abidə şeirlər olmasaydı, bugün dilimiz bu qədər gözəl olardı mı? Xeyr, qəti ola bilməzdi. Bugün danışığımız bu qədər diri və duru ola bilərdi mi? Ola bilməzdi. Vallahi mən çoxdan ölmüşdüm. Saz məni diri saxladı. Zaman zaman tufanlardan, çaxnaşmalardan, qasırğalardan dilimizi, ruhumuzu, adətimizi, ənənəmizi, ağsaqqallığımızı, qaçaqlığımızı, qoçaqlığımızı, mərdliyimizi, sərtliyimizi qoruyub saxlayan telli saz, bax bu deməkdir. Ona görə əgər bugün Azərbaycan dövləti prezident səviyyəsində, UNESCO səviyyəsində aşıq sənətini dünyaya təqdim edirsə, demək istəyir, dövlət demək istəyir, prezident demək istəyir, bu işin təşkilatçıları demək istəyir ki, saz mənimdir, mənim əlimdən sazı heç kim ala bilməz. Eşq olsun, uğurlar olsun sazımıza, sözümüzə, ruhumuza, təzəcə Londondan qayıdan, təzəcə Parisdən qayıdan, xarici ölkələri lərziyə salıb gələn sazımıza və bugün öz gəlişinlə, sazımızı tikinlə, dırnağınla qoruyan bu salonda əyləşənlərə eşq olsun, qoruyun ruhumuzu, qoruyun sazımızı, heç kəsə verməyin.